Axşamınız xeyir olsun, əziz izləyicilərimiz və əziz abituriyentlər. Hər birinizə xoş gördük. Ümid edirəm hər biriniz yaxşısınız. Bugün mən sizə Dövlət İmtahan Mərkəzinin Abituriyent 1 jurnalında dərc etdiyi 2025 model testlərin izahını verəcəm. İzaha keçməzdən əvvəl kiçik bir elanı nəzərinizə çatdırım ki, MİQ sertifikasiya və abituriyent hazırlıqları ilə bağlı 055 və 070 258 59 66 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Baxaq sualların izahına. Birinci sualda deyirdi ki, Ömər Muxtarın başçılığı ilə Liviya xalqının azadlıq mübarizəsi. Ömər Muxtar hərəkatı 1923-cü ildən 1932-ci ilə qədər davam etmişdi. Ümumi olaraq hərəkatın baş verməsində və yaxud bu üsyanın baş verməsində əsas məqsəd Liviya ərazisində İtaliyanın həyata keçirdiyi müstəmləkəçilik siyasəti idi. Və hərəkat 1932-ci ildə Ömər Muxtarın edamı ilə nəticələnmişdir. Sualın doğru cavabı olmalı idi. İtaliyanın müstəmləkəçilik siyasətinə qarşı baş verməsi. Doğru cavab C variantı idi. Növbəti bir suala baxaq. Xəritəyə əsasən dövrün xüsusiyyətlərini ifadə edən doğru cavabları müəyyənləşdir. Xəritəyə baxaq. Xəritəyə baxdıqda iki inzibati bölgü görürük. Gürcüstan İmeretiya quberniyası və Xəzər vilayəti. Gürcüstan İmeretiya quberniyası və Xəzər vilayəti inzibati bölgüləri bizə aparmalıdır. 1840-cı il Çar Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi inzibati məhkəmə islahatlarına və 1846-cı ildə bu inzibati bölgü ləğv edilərək 4 quberniya yaradılacaq: Tiflis, Kutayiz, Dərbənd və Şamaxı. Demək, bizim tapacağımız cavablar 1840 və 1846-cı illər içərisinə düşən hadisələr olmalıdır. Birinci varianta baxaq. Tacirlərdən karvan yollarının qorunması müqabilində rəhdar rüsumunun alınması. Bildiyimiz kimi rəhdar rüsumunun ləğv edilməsi 1836-cı il idi. Yəni ümumiyyətlə bu 40-cı illərə gəlib çıxmır. 2-yə baxaq. Məhkəmə işləri rus dilində aparılırdı. Bəli, bu doğrudur. Sahibkar kəndləri pay torpaqlarını satın almaq hüququna malik idilər. Bu bildiyiniz kimi 1870-ci ilin aqrar islahatında nəzərdə tutulmuş bir məsələ idi və 1870-ci il aqrar islahatı həm də torpaqları alqı-satqı obyektinə çevirmişdi. Ali müsəlman zümrəsinin hüquqları tənzimlənmişdir. Bildiyiniz kimi 1843-cü ildə Ali müsəlman silki yaradılmışdı və Ali müsəlman silki ilə Çar Rusiyasının ilk yaxınlaşması isə 1846-cı il 6 dekabr respekti ilə baş vermişdir. Doğru cavablarımız 2 və 4 A variantı olacaqdır. Növbəti bir suala baxaq. Qafqaz müharibələrinə aid deyil. Qafqaz müharibələrinin olduğu dövrə baxaq. 1817 və 1864-cü illərdir. Çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsi idi. Bəli, azadlıq mübarizəsi idi, bu doğrudur. Şeyx Şamilin rəhbərliyi ilə başlaması. Xeyr, bu doğru deyil. Çünki Şeyx Şamil hərəkata rəhbərlik etməsi 1834-dən sonra başlayacaq və 1859-cu ilə qədər. Yəni Şeyx Şamil Qafqaz müharibələrinin önəmli bir hissəsinə rəhbərlik etmişdir. Amma Qafqaz müharibələrinin başlanması ona aid deyil. 4-cü suala baxaq. Hadisə nəticə əlaqəsinin səhv göstərildiyi bəndi müəyyən edin. Qaraxanlı Satıq Buğra xanın İslamı rəsmi dövlət dini qəbul etməsi, Türkistan ərazisində əhalinin böyük hissəsinin bu dini qəbul etməsi. Bu doğru versiyadır, burada səhv yoxdur. Mahmud Qəznəlinin Hindistana hücum etməsi, Samanilər dövlətinin süquta uğraması. Mahmud Qəznəlinin Hindistana hücum etməsinə baxaq. 1026-cı illəri əhatə edir. Samanilər dövlətinin süquta uğraması isə 999-cu ildə baş vermiş hadisə idi. Qaraxani və Qəznəvilər arasında bölüşdürülmüşdü. Yəni Samanilər dövlətinin süqut etməsinin Mahmud Qəznəlinin Hindistana hücum etməsi ilə heç bir əlaqəsi
yox idi. B variantı doğru cavab olmalı idi. 5-ci suala baxaq. Deyir, xəritədə xüsusi işarələnmiş dövlətin Azərbaycanla bağlı siyasətini müəyyən edin. Xəritədə xüsusi işarələnmiş dövlət təbii ki, İngiltərədir. Azərbaycanla bağlı siyasətinə baxaq. 17-ci əsr soruşurdu və 20-ci əsr soruşurdu. Səfəvilər dövlətinə Portuqaliyaya qarşı mübarizədə hərbi dəstək göstərməsi, bəli, bu hadisə 1621-ci ildə baş vermişdi. Çünki ümumi olaraq Hind okeanında Portuqaliyanın fəaliyyəti İngiltərəni də narahat edirdi və Səfəvilərin vasitəsilə bu təhlükəni buradan kənarlaşdırmaq istəyirdi. B variantında deyir, Azərbaycan ipəyini Volqa-Xəzər yolu ilə Qərbi Avropaya daşımaq hüququ əldə etməsi. Əslində 16-cı əsrdə belə bir planı var idi, amma həyata keçirdə bilmir. Çünki ümumi olaraq Moskva şirkəti 4-cü Van Grozno zamanında Rusiya torpaqlarında fəaliyyəti dayandırılmışdı və Azərbaycanda da bu şirkət heç bir nəticə əldə edə bilmir. B variantı doğru deyildi. C variantına baxaq. Müqəddəs birliyə qoşulmaq təklifi ilə Səfəvilər dövlətinə elçi göndərilməsi xeyr. Bu isə Roma papası idi. Roma papası belə bir təkliflə Şah Süleymana məktub göndərmişdi, lakin Şah Süleyman bunu qəbul etməmişdi. Ümumiyyətlə Şah II. Abbas və Şah Süleyman dövründə Səfəvilərin Osmanlılarla ciddi bir münaqişəsi, ümumiyyətlə mübarizəsi olmayıbdı. Yaxşı münasibətlər olub, yəni hər iki hökmdarın dövründə. 20-ci əsr İngiltərə ilə baxaq. Bakının neft sənayesinə ilk dəfə kapital qoyması xeyr. İlk dəfə kapital qoyulma 19-cu əsrin ikinci yarısıdır. Bunu saxlayırıq, yəni bunu doğru cavab kimi qəbul etmirik. Azərbaycanın dövlət müstəqilliyinin tanınması, bəli, 1920-ci il yanvar ayının 11-də Azərbaycan Xalq Cümhuriyyətinin de facto tanınmasında ingilislər böyük rola malikdir. Bu doğru versiya idi. Moskva və Qars müqavilələrinin bağlanmasında iştirak etməsi xeyr, burada iştirak etmirdi. Moskva və Qars müqavilələri 1921-ci ilin mart-oktyabr aylarında bağlanmışdı. Kimlər iştirak edirdi burada? Sovet Rusiyası iştirak edirdi, Türkiyə iştirak edirdi və Cənubi Qafqaz Respublikaları iştirak edirdi. 1A, 2B variantı doğru versiya olmalıydı, yəni A variantı sualımızın düzgün cavabı idi. Növbəti bir suala baxaq. Doğru cavabı müəyyən edin. Alban hökmdarı 2-ci Vaçenin Sasanilərə qarşı azadlıq hərəkatına başçılıq etdiyi əsrdə, yəni 457-463-cü illər 2-ci Vaçe azadlıq hərəkatına rəhbərlik edibdi. Bu isə təbii ki 5-ci əsr hesab edilir. Qərbi Roma imperiyası və Axund dövləti. Rəsmi olaraq iki yerə parçalanması bu fikir yanlışdır. Qərbi Roma tarixi ilə bağlı belə bir fakta rast gəlmirik. Attilanın başçılıq etdiyi Hunların hücumuna bəli məruz qalmışdı. Ölkənin vandallar tərəfindən talan edilməsinin qarşısını ala bilmədi, bəli ala bilməmişdi. Axund dövlətinə baxaq. Məzdəkilər hərəkatının yatırılmasında Sasanilər dövlətinə kömək etmişdi. Bəli, belə bir fakt var, amma yatırılma deyirsə, Məzdəkilər hərəkatının başlaması 481, bitməsi 529-dur. Yatırılma 6-cı əsrə düşür deyə A versiyasını biz götürmürük. Axsuvar xanın başçılığı ilə Sasanilərə qarşı qalibiyyətli müharibələr aparmışdı. Bəli, aparmışdı. Ümumi olaraq 430-da başlayan bu mübarizə 484-cü ildə Sasanilərin məğlubiyyəti ilə sonlanmışdı. Yəni B variantını burada doğru götürürük. Göytürklərin hücumu nəticəsində süqut etmişdi. 567-ci ildə Göytürklərin süqut, daha doğrusu Göytürk və Sasanilərin birləşmiş qüvvələri Axund dövlətinin varlığına son qoymuşdu. Bu fakt var, amma bu da 6-cı əsrə düşürdü. Ona görə 1-ə B, C, 2-yə isə sadəcə B variantı, yəni doğru cavab C variantı götürülməli idi. 7-ci suala baxaq. Qədim Çində Sin sülaləsinin hakimiyyəti dövründən fərqli olaraq Xan sülaləsinin hakimiyyəti dövründə Konfutsi təlimi rəsmi ideologiyaya çevrildi. Bəli, Sindən fərqli olaraq Xanda bu var. Böyük Çin səddinin inşası Sin sülaləsidir. Mərkəzləşdirilmiş idarə etmə sistemi tətbiq edildi. Bu da Sin sülaləsində artıq var idi. Hun dövləti ilə Pinçin müqaviləsi imzalandı. Bəli, imzalanmışdı. Avropaya gedən ticarət yolları, bəli, eradan əvvəl 2-ci əsrdə Böyük İpək yolu ilə bağlı bunu deyə bilərik.
7-ci sualın düzgün cavabı D variantı götürüləcək. 8-ci sual Ərdəbil və Qaradağ xanlıqlarına bağlı oxşarlığı soruşur. Bayat savaşında iştirak ediblər? Xeyr. Şəki xanlığına qarşı hərbi ittifaqdaydılar? Xeyr. Quba xanlığının hücumuna məruz qalıblar? Xeyr. 18-ci əsrin sonlarında yox, ortalarında bir müddət Qarabağ xanlığından asılı vəziyyətdə olmuşdur. Bəli. Ərdəbil xanlığı Pənahəli xan dövründə, Qaradağ xanlığı isə İbrahim Xəlil xan dövründə asılılığı qəbul etmişdir. Doğru versiya E variantı olacaqdır. 9-cu suala baxaq. Euler Venn diaqramını deyir, üçlü Venn diaqramı deyir. Bir də əziz abituriyentlər, ola bilər ki, hər hansı bir sualın izahına xüsusi ehtiyac var və yaxud hər hansı bir variantın izahını istəyirsiniz. Bunu şərh bölməsində və yaxud da rəy bölümündə paylaşdığımız nömrələrə yaza bilərsiniz. Burada biz bütün variantları təhlil etmirik. Yəni, hər hansı bir variantla bağlı probleminiz olanda dərhal onu şərh bölməsində bizə bildirin və yaxud da paylaşdığımız nömrələrdə şəxsimizə də ünvanlaya bilərsiniz. Biz hər zaman sizin suallarınızı cavablandırmağa hazırıq. Üçlü Venn diaqramına baxaq. 16-cı əsrin ilk 10 illiyində, yəni 1501 və 1510-cu illəri soruşurdu bizdən. Səfəvilərlə müharibə aparılması təbii ki, bu Ağqoyunlu dövləti ilə bağlıdır. Oğuz türklərindən olan sülalilər tərəfindən idarə edilməsi həm Ağqoyunlu, həm Osmanlı, həm Qaraqoyunlu təbii ki, bu doğrudur. Teymurilər dövləti ilə müharibə aparılması hər üçü, Teymurilər dövləti ilə hər üçü müharibələr aparıb. Avropa qitəsində bir sıra ərazilər təbii ki, Osmanlı ilə bağlıdır. Avropada gedən 100 illik müharibə illərində yaranması, yəni 1337 və 1453-cü illəri nəzərdə tuturdu. Bu illər içərisində yaranan dövlətimiz 1410 Qaraqoyunlu dövləti. Yəni E variantı da bura gələcəkdir. Demək 1-ə A, 2-yə D, 3-ə E variantı, 4-ə isə B və C. Yəni A variantımız doğru versiya olacaqdır. Növbəti bir sual uyğunluq gözlənilmişdir. İbtidai icma cəmiyyəti ilə bağlı bir sualdır. Ümumiyyətlə uşaqlar, İbtidai icma cəmiyyəti ilə bağlı mütləq bir sual qəbulda sizin qarşınıza çıxacaq. Ona görə də İbtidai icma cəmiyyətini yaxşı bilməyiniz lazımdır. İnsanlar balıqçılıq və ovçuluqla məşğul olurdu neolit dövründə. Bu doğru fikir deyil, çünki orta tunc dövrüdür. İlkin şəhər məskənləri meydana gəldi. Əkinçiliyin maldarlıqdan ayrıldığı dövr birinci ictimai əmək bölgüsüdür. Bu erkən tunc dövrüdür təbii ki. Və ilkin şəhər mərkəzləri deyirsə bu orta tunc dövrüdür. Ona görə 2 də uyğun gəlməz. Tayfa daxilində bərabərsizlik yarandı. Ata xaqanlığı dövründə bəli bu doğrudur. Metaldan ilk əmək alətləri hazırlandı. Toxa əkinçiliyinin inkişaf etdiyi dövrdə, yəni neolit dövründə. Bu da doğru versiyaydı. Yəni 4 də doğrudur. 3 və 4 C variantı doğruydu. Davam edirik. 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatı arasındakı dövrə aiddir. Naxçıvanda günlük əməliyyatının keçirilməsi 2018-ci ildir. Qondarma Dağlıq Qarabağ Respublikasının buraxılması bu 2023-cü il sentyabrından sonradır. Yəni antiterrordan sonradır, ona görə B-ni də götürmürük. Xankəndi şəhərində Zəfərin 3-cü ili münasibəti ilə paradın keçirilməsi bu 2023-cü ilin noyabr ayıdır. Azərbaycan ordusu tərəfindən Talış yüksəkliyinin azad edilməsi bu 2016 aprel zəfəridir. Azərbaycan ordusunun Qarabağda qisas əməliyyatı həyata keçirməsi bəli bu 2022-dir. Yəni 2020 və 2023-cü ilin arasındakı dövrə daxil ola bilər. 11 E variantı doğru versiyaydı. 12-ci suala nəzər salaq. Uyğunluğu müəyyən edin. 1870-ci il kəndli əsasnaməsində soruşurdu bizdən hüquqlar və vəzifələr. Pay torpaqlarının satın alınması. Kəndlilərə verilən hüquqlar bəli var idi bu. Satın alma üçün dövlətdən maliyyə dəstəyinin alınması xeyr, yoxdur. Meşə, çəmən və otlaq sahələrdən ilk dəfə Azərbaycan tarixində pay ayrılma məsələsi 1903-cü ilin aqrar islahatlarında öz əksini tapmışdır. Birə yalnız A variantını qəbul edirik.
Kəndlilər üzərinə düşən vəzifələr, pay torpağını satın alanadək sahibkarlara vergi ödəməsi, bəli, bu məsələ var. Sahibkarın xeyrinə biyar artıq ləğv edilmişdi. Öz pay torpağını məcburi surətdə satın almaq, xeyr, bu da doğru versiya deyildi. Doğru versiya olmalıydı C variantı, yəni 1-ə A, 2-yə də yalnız A variantı. Məcburi satın alma isə 1912-nin aqrar islahatlarındaydı. Növbəti bir sual. Roma imperiyasının Konstantinopoldan idarə edildiyi dövr üçün xarakterikdir. Yəni, paytaxtın 330-cu ildə biz Konstantinopola, yəni Bizantiya, sonra isə Konstantinin adı ilə bu şəhər Konstantinopol adlandırılır. 395-ə qədər olan mərhələyə diqqət yetirməliyik. Xristianlara açıq ibadət etməyə icazə verilmə 313-cü ildir. 1 olmaz. Ona görə 1 olan var sənədləri buradan çıxırıq. Sasani ordusunun Sasani Alban qoşunları, daha doğrusu Roma ordusunun Sasani Alban qoşunları tərəfindən məğlub edilməsi 359-cu il Amit döyüşü ilə biz bunu bağlaya bilərik. Bəli, 2-ni doğru cavab kimi qəbul edirik. 3-5-i də buradan çıxırıq. Ərazisində Frank dövləti yaranması, xeyr, bu da olmaz. Frank dövləti çox sonra meydana gələcək, təqribən 500-cü illərdə meydana gələcək. Cənubi Qafqazın bölüşdürülməsinə dair Sasanilər dövləti ilə sülh bağlanması isə 387-ci il müqaviləsi idi. Cənubi Qafqaz iki dövlət arasında bölüşdürülürdü və 371-ci ildə itirilmiş Uti Şakasen Kolt Girman varisləri isə Albaniyaya qaytarılırdı. Doğru versiya 2-4, D variantı doğrudur. 14-cü suala baxaq. Şah II. Abbasın hakimiyyəti dövründə Azərbaycan Səfəvilər dövlətində xristian əhali, baxaq, dövlət idarəçiliyində vəzifə tuta bilərdilər, bəli, tuta bilərdilər. Osmanlı şəhərlərinə ticarət karvanları göndərə bilərdilər, bəli, doğrudur. 1-ci Pyotrun Qafqazdakı işğallarını dəstəkləyirdi. 2-ci Abbasın dövrünə 1-ci Pyotr düşmür. Hərbi xidmətə görə iqta torpaqları, Səfəvlərdə iqta torpaqları yoxdur. Doğru cavab A variantı olmalıydı. Yeri gəlmişkən Səfəvilərdə xidmət müqabilində verilən torpaqlara tiyul deyirdilər. 15-ci suala baxaq. Azərbaycan SSR-də 20-ci əsrin 30-cu illərində kənd sakinlərinin şəhərə köçməsinə yeni məhdudiyyətlər qoyuldu. Almaniyaya qarşı müharibəyə qoşulmaq, xeyr. Ərzaq sapalağının ləğvi, bu da olmaz. Pasport sisteminin tətbiqi, bəli. Bildiyiniz kimi 20-ci əsrin 20-ci illərinin sonlarından etibarən Azərbaycan torpaqlarında kollektivləşdirmə siyasəti həyata keçirilirdi, yəni kolxozların yaradılması və buna görə də kəndlinin bir növ şəhərə getməsinin qarşısını almaqdan ötürü bu sistem tətbiq edilmişdi. Yəni pasport sistemi, kolxozçulara pasportlar verilməmişdi. Doğru cavab C variantı olmalıydı. 16-cı suala baxaq. 14-cü əsrin 40-cı illərində Təbrizdə baş vermiş üsyanın səbəbi bu bizi aparmalıdır 1344-cü il Çobani zülmünə qarşı üsyana. Bildiyiniz kimi bu illərdə Azərbaycan Hülakilər dövlətinin tərkibinə daxil edilsə də, amma qeyri-rəsmi formada dövləti Çobani əmirləri idarə edirdi. Nəyə görə buna qeyri-rəsmi deyirik? Çünki onlar öz adlarına xütbə oxutturmamışdılar, pul kəstirməmişdilər. Doğru cavab Çobani zülmünün şiddətlənməsidir. Yeri gəlmişkən Azərbaycanda Çobanilərin və o cümlədən Hülakilər dövlətinin hakimiyyətinə son qoyulması isə 1357-ci il Canı bəyin gəlişi ilə bağlıdır və bir məsələni də burada diqqətdə saxlayın, bəzən testlərə düşür. Qızıl Orda dövlətinin Azərbaycanda qısa müddətlik hakimiyyət dövrü olub fikri doğru götürüləcək. 17-ci suala nəzər salaq. Deyir, 20-ci əsrin ilk və sonuncu 10 illiyində Azərbaycanda. İlk 10 illik deyiləndə 1901 və 1910-cu illər qəbul edilir. Sonuncu 10 illik deyəndə isə 1991 və 1999-cu illər nəzərdə tutulur. Sosializmdən kapitalizmə keçid dövrü hökm sürürdü. Xeyr, bu doğru deyil. Əsas gəlir mənbəyi qeyri-neft sektoru, xeyr. Qanunverici orqana seçkilərdə məhdudiyyətlər, xeyr, bu da doğru deyil. Dinc əhali erməni hücumlarından əziyyət çəkirdi. Bəli, əziyyət çəkirdi 1905-6-cı ilin qırğınları və 90-cı illərdə təbii ki, məlum hadisələr. Davam edək, yəni 1-ci Qarabağ müharibəsi. 18-ci suala baxaq.
8-ci əsrin əvvəllərində Ərəb xilafətinin Azərbaycanda yeritdiyi siyasətin nəticəsi. Bərdə şəhəri Ərəb Əmirliyinin mərkəzinə çevrildi. 705-ci il əvvəl Dəbil, sonra Bərdə. Azərbaycan bütövlükdə Şimal Kust. Kust ümumiyyətlə Ərəb xilafəti dövrünə aid olan bir anlayış deyil. Bu, Xosrov Əniş-İrəvanın inzibati islahatları ilə bağlı idi. Ona görə 2 olan variantları buradan dərhal atmalıydıq. 1 olan variantı götürəcəyi isə ona görə ya A-dır, ya B-dir. Mehranilər sülaləsinin hakimiyyətinə də bəli 705-ci ildə son qoyulmuşdu. Doğru cavab olmalıydı. 1 və 3, yəni B variantı. Növbəti bir sual Azərbaycan Xalq Cümhuriyyətinin parlamentini soruşurdu. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 1918-ci il dekabr ayının 7-sindən 1920-ci il, yəni Cümhuriyyətin süqutuna qədər, aprel ayının 28-nə qədər fəaliyyət göstərmişdi. Azərbaycan türk dili dövlət dili elan edildi. Bu 1918-ci il iyun ayıdır. Ona görə bu parlamentin fəaliyyətinə aid deyil. Dövlət bayrağı təsis edildi. 9 noyabr tarixi, bu da parlament deyil. Yeri gəlmişkən dövlət bayrağının təsis edilməsi 2-ci hökumət kabinetinin qanunverici səlahiyyətləri icra etdiyi dövrə təsadüf edir. Paytaxtın Bakıya köçürülməsinə qərar verildi. Sentyabr ayının 17-sində baş verib bu hadisə. Bakı sentyabr ayının 15-də Sentrokaspi diktaturasından alındı. Bakı Xalq Komissarları Soveti yox, Sentrokaspi diktaturası. Bax, bu məsələdə də diqqətli olmaq lazımdır. Vətəndaşlıq haqqında qanun qəbul edildi. 1919-cu ilin avqust ayına düşür bu qanun və parlamentin fəaliyyətinə aiddir. D variantı doğru versiyaydı. 20-ci suala baxaq. Osmanlı dövlətinin durğunluq dövrünə aid olanları seçməliydik. Osmanlı dövlətinin ümumi olaraq dövrləşməsini deyim. Yaranma dövrü 1302-1453, çəkilənmə 1453-1579, durğunluq 1579-1699, geriləmə 1699-1791, dağılma 1791-1922-ci illər kimi qiymətləndiriləcək. Bizə durğunluq dövrü lazımdır, yəni 1579-dan hadisələr götürüləcək 1699-cu ilə qədər. Köprülü Mehmet Paşanın Çanaqqalada Venesiyalıları məğlub etməsi, bəli, bu doğru versiyadır. Sədrəzəm İbrahim Paşanın islahatlar keçirməsi, Lalə dövrü gedir 18-ci əsrə, bu heç. Ukraynada Rusiya və Respospolitanın məğlub edilməsi, bəli, məğlub edilmişdi. Bu da doğru versiyadır. Doğru, yəni D variantı düzgün cavab olacaqdır. Qaradənizdə təkbaşına hakimiyyətin sona çatması, bu Kiçik Qaynarca müqaviləsi də 18-ci əsrin ikinci yarısı, Prut müqaviləsi də 18-ci əsr 1711-ci illərdir. Davam edirik növbəti bir sualla. Salarilər dövlətinin mövcudluğu dövründə yaranmışdı. Baxaq dövlətin mövcudluğu dövrünə 941 və 981 yeri gəlmişkən Sacilər və Salarilər Azərbaycan torpaqlarını vahid halda birləşdirmişdilər. Şəki hakimliyi 9-cu əsrdir, Rəvvadi əmirliyi 8-ci əsrdir, Dəbil əmirliyi 951-dir, Dərbənd əmirliyi də 9-cu əsrdir və ona görə də elə doğru versiya olmalıydı Dəbil əmirliyi. Yəni 951. Davam edək. Növbəti bir sual. Xəritədə rəqəmlə göstərilmiş dövlətlərin Fransadan fərqli cəhətlərini cədvələ görə müəyyən edin. Baxaq. 1. İngiltərə, 3. Rusiya, 2. Osmanlı. Birinci Dünya müharibəsi dövrünü soruşurdu bizdən. Donanmasını Çanaqqala boğazına yeritməsi. Bildiyiniz kimi Çanaqqala boğazına donanma yeridilən zaman burada həm ingilislər, həm də fransızlar var idi. Ona görə biz burada A-nı atırıq, yəni A variantı götürülməz. Birə A variantını biz götürə bilmirik. Yəni A-nı, C-ni və E var, üzr istəyirəm daha doğrusu. Bunları saxlayırıq. Birə A olanları çıxırıq. Tank və təyyarə istehsalına görə Almaniyadan öndə idi. Xeyr, buna doğru versiya deyil. Cənubi Azərbaycan ərazisini işğal etmişdi. Bəli, işğal etmişdi. Birə C variantı olmalıydı. Bu da artıq E variantında öz əksini tapmışdı. Digər variantlara qoyaq baxaq. 2 də deyir, Üçlər İttifaqı tərəfindən müharibəyə qoşulmuşdu. Bəli, doğru versiyadır.
3-ə B nəsəyə baxaq. Cənubi Azərbaycan ərazisində Osmanlı qoşunlarına bəli Sarıqamış əməliyyatında bəli qalib gəlmişdi. Separat sülh bağlayaraq bəli Brest müqaviləsini bağlayaraq müharibədən çıxmışdı. E variantı doğru versiya olacaqdır. Növbəti bir sualla davam edirik. 23-cü sual. Azərbaycanda Böyük Səlcuqlu dövlətinin hakimiyyəti dövrünə aid olanları müəyyən edin. Sacilər dövləti Səlcuqlara gəlib çıxmayıb, Bizans və müttəfiqlərinə qarşı Şəddadilər dövləti ilə birgə mübarizə aparması, bəli 1048-i buna misal olaraq deyə bilərik. Rəvvadilər dövlətinin varlığına son qoyulması 1065-ci il deyə bilərik. Azərbaycan ilk dəfə Türk sülaləsi tərəfindən ilk sözünə görə səhvdir. İqta torpaq mülkiyyəti ləğv edildi, yox hətta daha da genişləndirilmişdi fəaliyyəti. Doğru versiyalar olmalıydı 2 və 3. 24-cü sualla davam edirik. Aratda dövlət qurma Manna dövlətinin tarixinə aid oxşarlıqları bizdən soruşurdu. Şumel şəhər dövlətləri ilə ticarət əlaqələri Mannada bu yoxdur. Ensi rütbəsi daşıyan hökmlər Mannada yoxdur. Urartu dövlətinin işğalçılıq siyasətinə qarşı mübarizə Aratda da yoxdur. Urmiya göl hövzəsində meydana gəlib, müxtəlif tanrılar var, bəli var. Düzgün cavablar olmalıydı. Burada 4 və 5. Növbəti bir suala baxaq. Soyuq müharibə ilə bağlıdır. İzahların doğru verildiyi sətirlər. Sədd çəkmə siyasəti SSR-nin təsirinə qarşı Prezident Trumenin Avropa dövlətlərinə hərbi yardım etməsi təklifi, bəli bu sədd çəkmə siyasəti adlanırdı. Ümumiyyətlə Harry Trumenin 2 doktrinası var idi ki, buna elə birinə Trumen doktrinası, birinə isə Marshall planı deyirdilər. Marshall planı Qərbi Avropada iqtisadiyyatı dağılmış ölkələrə yardım etmək nəzərdə tutulurdu. Trumen doktrinasında isə əsasən Yunanistan və Türkiyədə arta biləcək kommunizm təhlükəsinə qarşı dayanıqlıq üçün bunu edirdi. Yəni bir növ SSR-nin təsirindən bu ölkələri qorumaq məqsədi ilə etmişdi. Dəmir pərdə ifadəsi isə ilk dəfə Fulton şəhərində 1946-cı il o zamanki Böyük Britaniyanın baş naziri Churchill tərəfindən işlənmiş ifadə idi. Bloklara daxil olmayan 3-cü dünya ölkələrinin xarici siyasəti xeyr bu doğru deyil. Strateji müdafiə təşəbbüsü Sovet raket təhlükəsinin kosmosda məhv edilməsi məqsədi ilə ABŞ-da elan edilmiş proqram, bəli bu doğrudur. Buzların əriməsi dövrü çox qütblü dünya nizamının dağılma zaman kəsiyi daha doğrusu, bu da doğru deyil. Buzların əriməsi Stalinin ölümü ilə bağlı olan bir hadisə idi. Doğru versiya olmalıydı 1 və 3. 26-cı suala baxaq. Xronoloji ardıcıllığı istəyirdi bizdən. Kitab-ı Dədə Qorqud dastanının 1300 illik yubileyinin keçirilməsi bu 2000-ci ilin daha doğrusu aprel ayındadır. Azərbaycanın 1-ci Avropa oyunlarına ev sahibliyi etməsi 2015-dir. Bakıda Muğam Aləmi Beynəlxalq Muğam Festivalının keçirilməyə başlanması deyilirsə, bu 2009-cu ildir. 2009-cu ildən həm Qəbələdə, həm də Bakıda. Qəbələdə Beynəlxalq Musiqi Festivalı, Bakıda Muğam Aləmi Beynəlxalq Muğam Festivalı keçirilmişdir. Türk dilli dövlətlərin təşəbbüsü ilə Türksoy isə 1993-cü ildir. Demək, 4 ilə hadisələri başlamalıydıq, sonra 1-i qoymalıydıq, sonra 3, sonra isə 2-ni yazmalıydıq. 27-ci suala baxaq. Avropada 13-cü əsr və 15-ci əsr Norman Hersoqunun İngiltərəni işğal etməsi bu 1066-dır. Gördüyünüz kimi 11-ci əsrə düşür, ona görə A olmaz. Fransada baş ştatları 14-cü əsr 1302 B-də olmaz. Konstantinopolda Latın imperiyasının yaranması 1204-1261 Bizans müvəqqəti olaraq öz varlığını dayandırmalı olur. Demək, 1-ə C variantını götürə bilərik. Vahid İspaniya krallığının meydana gəlməsi Kastiliya və Aragon krallıqlarının birləşməsindən sonra 1479-cu ildə baş vermişdi bu hadisə. Demək, 2-yə D variantını da yazırıq. Dini müharibələrin başa çatması Avropada deyirsə, bu 1648-ci il Festfaliya ilə bağlı idi, 17-ci əsrə düşən hadisədir. Demək, 1-ə C variantı, 2-yə isə D variantını götürməliydiniz. Situasiyalara baxaq. Bildiyiniz kimi situasiyalar
sizə ümumilikdə 27 bal verəcək. 3-cü qrupda 27 bal deməkdir situasiyaların düzgün yazılması. Situasiyalar yazılarkən mütləq şəkildə cavab tam şəkildə sualı əhatə etməlidir və xəttiniz nə qədər aydın, anlaşılır olsa, o qədər yaxşıdır. 1586-cı ildə Səfəvi şahı Osmanlı dövləti ilə barışıq imzalamaq üçün danışıqlara başlamağı təklif edir. Osmanlı divanından buna cavab olaraq Gəncə və Qarabağın Osmanlılara təslim edilməsi tələb edilir. İstanbulda aparılan danışıqların uğursuzluqla nəticələnməsinin səbəblərindən biri qarşı tərəfin geniş ərazilər tələb etməsi olur. Danışıqlar aparıldığı bir vaxtda Osmanlı qoşunları Səfəvi dövlətinin içərilərinə doğru hərəkət edərək yeni ərazilər ələ keçirir. Belə bir vaxtda Məhəmməd Xudabəndə oğlunun xeyrinə taxtdan əl çəkməli olur. Taxta yenicə çıxmış şah bir daha danışıqlar aparmaq üçün öz elçilərini Osmanlı paytaxtına göndərir. Osmanlı tərəfi də olduqca məsrəfli savaşdan xilas olmaq üçün Səfəvi nümayəndələrini xoş qarşılayırlar. Bəhs edilən tarixdə mənbədə verilməyən hansı hadisəyə görə danışıqlar uzanır? Daha doğrusu uğursuzluqla nəticələnir. Nə baş verir? 1586-cı ildə Həmzə Mirzə sui-qəsdə məruz qalır. Şahzadə Həmzə Mirzə sui-qəsdə məruz qalır Qarabağda. Ona görə də danışıqlar uzanır. 29-cu sualda deyirdi ki, Səfəvilərin bəhs edilən müharibədə uğursuzluğuna səbəb olan xarici faktoru yazın. Bu müharibədə Səfəvilərin məğlub olmasının başqa bir səbəbi isə Səfəvilərin şərq cəbhəsində, şərq sərhədlərində Şeybanilərlə apardığı müharibələr idi. Və eyni anda iki cəbhədə müharibə aparması da müharibədə uğursuzluğa səbəb olan xarici amil sayıla bilərdi. Yeni Səfəvi hökmdarının, yəni Şah 1. Abbasın Osmanlı ilə danışıqların nəticələrindən ikisini yazan, bildiyiniz kimi 1590-cı il İstanbul müqaviləsini nəzərdə tutur. Səfəvilər tarixində ən ağır şərtli müqaviləni imzalamalı oldular və ərazilərinin böyük bir hissəsindən Osmanlıların xeyrinə əl çəkməli oldular. Bu qədər, əziz şagirdlər, diqqətiniz üçün minnətdaram. Yenə də qeyd etdiyim kimi, hər hansı bir variantla bağlı çətinliyiniz olsa, izaha ehtiyac olsa, şərh bölümünə qeyd eləyə bilərsiniz. Şərh bölümündə mən nömrələri də paylaşacağam. Hazırlıqlar üçün də müraciət edə bilərsiniz. Həm ödənişli, həm ödənişsiz qruplarımız mövcuddur və o cümlədən də hər hansı bir başa düşmədiyiniz məqamı da bizim şəxsi nömrələrimizə yazaraq məlumat əldə edə bilərsiniz. Təşəkkür edirəm. Sağ olun.